Bismillahirrahmanirrahim. Və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Thumma salatu və salamu alə seyyidil ənbiyai vəl mursalin, həbibina və həbibi ilahil aləmin, Əbil Qasimil Mustafa Muhammed. Allahümmə salli alə Muhammed və alihi teyyibinə tahirinə l-məsumin və lənətullahi alə ədaihim əcməin minəl-ən ilə yevmiddin. Əmmə bəd, Allahümmə kun li vəliyyikəl Hüccət ibn Həsən salavatükə aleyhi və alə əbəi fi həzihi saəti və fi kulli saə vəliyyən və hafizən və qaidən və nəsirən və dəlilən və eynə həttə tuskinəhu ərdəkə təv'a və tüməttiəhu fiyhə tavilə. Allah-u Teala inşallah cümləmizə bu əzadarlıqda böyük əcr inayət etsin. Allah Teala etdiyimiz əzadarlığı qəbul olunmuş əzadarlıqlardan qərar versin. Və əlbəttə ki, bizim bu məclisdə iştirak etməyimiz bir daha Əhl-i Beyt əleyhimussalama, xüsusən İmam Hüseyin əleyhissalama olan məhəbbətimizi, sevgimizi göstərməkdir. Hər halda Allah Teala bizlərə lütf inayət edib, bu günləri bu gözəl məsciddə İmam Hüseyin əleyhissalama təziyə saxlayırıq və inşallah ki, Allah Teala bizdən sonraki nəsillərə də bunu nəsib etsin inşallah. Kərbəla hadisəsinə diqqət etdiyimiz zaman, Kərbəla faciəsinə diqqət etdiyimiz zaman, Kərbəla bu mikrofonun sesi xoşuma gəlmiş. Elə bil ki, biraz çoxdur elə bil, biraz azaltına zəhmət olmasın. Peyğəmbər, Ali Peyğəmbər haqqında salavat zikr edək. Allahümmə salli alə Muhammed və Ali Muhammed. Tarixdə diqqət etsək, görərik ki, Peyğəmbər salavatullahın dönəmindən ta bugünkü günümüzə qədər insanlar müxtəlif cür olublar. Düzdür, Allah Teala xilqət baxımından hərəni bir cür yaradıb. Quran-ı Kərimdə, Rum surəsində Allah Teala insanların müxtəlif dillərdə danışmasını, yaxud başqa bir surədə müxtəlif millətlərdə olmasını Allah Teala'nın nişanələrindən və əlamətlərindən bilir. Allah Teala buyurur, və min əyətihi, Allah Teala'nın nişanələrindəndir sizin müxtəlif dillərdə danışmağınız. Hər halda bu həmin dəyişkənlik insanın zahirən xilqətində də baş verir. Diqqət etsək, Quran-ı Kərimdə Allah Teala insan ömrünü 3 mərhələdə qərar verir. Bir uşaqlıq dövrüdür, bir cavanlıq dövrüdür, bir qocalıq dövrüdür. 3 mərhələ insanın zahirindən xəbər verir. Eləcə də insanın batini xüsusiyyətləri var ki, batini xüsusiyyətlər də dəyişkəndir. Ərəblər buna mütəğəyyir deyir, yəni dəyişkəndir, batini xüsusiyyətlər. Ne cür dəyişkəndir? Batini xüsusiyyət bu mənada ki, insanlar iman baxımından, təqva baxımından, öz inancları baxımından dəyişkəndirlər. Quran-ı Kərimdə Allah Teala bir dəstə insanlardan xəbər verir.
Buyurur ki, onlar gah iman getirdilər, gah küfr etdilər, gah iman getirdilər, gah küfr etdilər. Mütəğəyyir oldular, yəni belə dəyişkən oldular, sabit qədəm olmadılar. Məsələn, qeyd edirlər ki, axirə zamanın xüsusiyyətlərindəndir ki, insanlar dəyişkən olacaqlar. İmanlarında sabit qədəm olmayacaqlar. Hədislərdə göstərilir ki, səhər imanla evdən çıxan adam axşam evə qaydanda imansız qaydacaq. Belə bir təhlükə var. Yaxşı, bəs biz neyniyək? Bizim çarəmiz nədir? İmam Muhammed Baqir əleyhissalam bu həmin axirət zamandan xəbər verən zaman İmamdan soruşdular ki, biz neyniyək? Bunun bir çarəsi var ya yox? Hər bir işdə bir çarə duadır, İmam dua öyrədir. Bir bu duanı eləyin. Bu duanı çox tez-tez eləyin. Hansı duadır? Dua bu cürdür. Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim. Allah Taala'nın adları ilə çağırır. Ya müqəllibəl qulub, ey qəlbləri çevirən, ey qəlbləri dəyişdirən. Səbbit qulubena əla dinik. Bizi öz dinində sabit qədəm etkinə. Bizi öz dinində sabit qədəm etkinə. İmam bu cürünə yol göstərir. Bəs nə cür eləyək ki, halımız dəyişməsin, yəni pis mənada dəyişməsin, yaxşı mənada əlbəttə dəyişsin. Məsələn, gəlmişik bura İmam Hüseyin məclisinə, istəyirik bu məclisdən zövq alaq. Çünki İmam Hüseyin məclisi səfa bəxşdir, yəni səfa verir. Hər kəs ki, bu məclisdən zövq ala bilmir, problem onun özündədir. İmam Hüseyndə problem axtarmaz. Hər kəs ki, bu məclisdə o zövqü görə bilmir, o səfanı görə bilmir, problem onun özündədir. Bəzən bizi alladır zahir, biz batindən xəbərimiz yoxdur. Alimlərdən biridir, vaizlərdən biridir. Nəql eləyir ki, günlərin birində bir yerdə İmam Hüseyin məclisidir. Getdim orada xütbə elədim, cəmaat sizin kimi əyləşib. Mən də İmam Hüseyindən danışıram. Məclis qutarandan sonra gördüm ki, küçədə uşaqlar məclis qurublar. Təziyyə məclisi qurublar, uşaqlar özləri. Dedilər ki, ağa, bizim də məclisdə moizə eləyərsən? Baxdım, dedim, mən bu uşaqlar üçün nə moizə eləyəcəm? Özləri çay düzəldiblər, stəkanlar təmiz yuyulmayıb, stəkanlar çirkliyib. Baxdım, dedim ki, yox, getdim. Bizi zahir alladıraq, getdim. Axşam yatdım, yuxuma Fatimə-i Zəhra gəldi. Çünki bu məclisin sahibləri olardı da, düz deyil. Bu məclisin sahibləri xanım Zəhradır. Mən birin sözün qoyub o birisini danışıram. İmam Sadiq əleyhissalam səhabəsindən soruşur, tələbəsindən soruşur ki, dərsə niyə gəlməmişdin? Dedi, İmam, get məclis qurmuşduq, İmam Hüseyin məclisi qurmuşduq ona görə. İmam buyurur ki, bilirəm, xəbərim var. Dedi, İmam, xəbərim var, sən nə üçün gəlməmişdin? Dedi, mən də o məclisdəydim. Dedim, nə üçün sən yuxarı başda oturmamışdın? İmam buyurdu ki, anamız Fatimə-i Zəhra olan məclisdə biz necə yuxarı başda oturaq? Biz cürət eləmişik ya burada oturmağa. Bu məclisə nəzər yetirən xanım Fatimə-i Zəhra. O alim deyir ki, sən demə bu uşaqların qurduğu məclis, elə qəbul olunmuş məclis bu idi. Qəbul olunmuş məclis bu idi. Dəyişir hər şey. Zahir dəyişir, batin dəyişir. Əbu Zər bu cür deyir. Deyir, günlərin birində Peyğəmbər sallavatullahdan soruşdum ki, ey Allahın Rəsulü,
Biz sənin yanında olanda bizim halımız başqa cür olur. Hele ki səndən ayrılırıq, biz bir başqa cür oluruq. Biz riyakarıq, riyakar yəni özümüzü göstəririk, Peyğəmbərə dedi. Həzrət cavabında buyurdu ki, ey Əbu Zər, hele ki siz bizim yanımızda olursunuz, şeytan sizə vəsvəsə eləmir, Peyğəmbər buyurur. Bizdən ayrılırsınız, şeytan sizə vəsvəsə eləyir. Şeytan sizə vəsvəsə edir. Bir dənə geniş mövzudur. Bu insanın dəyişməyi, yaxud dəyişməməyi, sabit qalmağı. İnsanın dəyişməsinin əsas amillərindən biri budur ki, insan təfəkkür edir, fikirləşir. Onlar ki, dəyişməyiblər, sözün yaxşı mənasında təfəkkürlərində problem olub, düşünməyiblər. Quran-ı Kərimin Mülk surəsinin 10-cu ayəsində Allah Taala buyurur. Buyurur ki, bir dəstə insan bu cür deyəcəklər. Və qalu, bu cür dedilər, Lav kunna nəsmə'u av nəqilu. Əgər biz eşitsəydik, yaxud düşünsəydik, mə kunna fi əshabi sə'ir. Biz cəhənnəm əhli olmazdıq. Yəni, onların dəyişməmələrinə səbəb onların eşitməmələri və o cümlədən düşünməmələri olub. Bizim dilimizdə oxumaq bir cürdür. Oxumaq bir cürdür. Ərəb dilində oxumaq iki cürdür. Bir qiraət var, bir tilavət var. Bir qiraət var, bir tilavət var. İkisi də oxumaqdır, sinonimdir. Amma bunların arasında fərq var. Fərq ondan ibarətdir ki, qiraət budur ki, kitabı oxuyursan, sözləri, cümlələri bir-birinə birləşdirirsən və heç fikirləşmirsən nə oxuyursan. Bunu deyirlər qiraət. Tilavət nə edirlər? Tilavət ona deyirlər ki, oxuduğun barəsində düşünürsən. Oxuduğun barəsində düşünürsən. Buna deyirlər tilavət. Yaxşı, bu dəyişmək o qədər əhəmiyyətlidir, əlbəttə əhəmiyyətlidir. İmam Hüseyn, Əhl-i Beytdə belə bir xüsusiyyət var. Əhl-i Beytin sevgisi insanı dəyişdirir. Əgər həqiqətən o sevgi qəlbə hopubsa, əgər o sevgi həqiqətən qəlbə çatıbsa, o sevgi mütləq dəyişdirir. Əgər dəyişdirmirsə, demək o qəlbə hələ o sevgi çatmayıb. Hələ çatmayıb o sevgi. Bəzən bu dəyişkənlik necə olur? İnsan dəyişir, nemət də dəyişir. İnsan, Quran-ı Kərimdə Allah Taala buyurur ki, Ənfal surəsinin 53-cü ayəsində buyurur ki, Zəlikə bi ənəlləhə ləm yəkun müğəyyirən nimətən ən'əməhə alə qavmin həttə yuğəyyiru mə bi ənfusihim. Allah Taala onlara olan nemətini dəyişməzdi o vaxta qədər ki, onlar özləri dəyişməsəydilər. İnsan dəyişir, nemət də dəyişir. Oxuyacaq Kumeyl duasında. Günahın nə qədər təsirləri var, günah nə qədər nələri alır insanın əlindən. Yaxud insan özü cəhd eləməlidir dəyişməyə. Əgər sən dəyişmək üçün addım atmasan, dəyişməzsən. Allah Taala heç kimin oturan yerdə halını dəyişmir. Gərək addım atasan buna tərəf. İnnəlləhə lə yuğəyyiru mə bi qavmin həttə yuğəyyiru mə bi ənfusihim. Allah Taala bir qövmin halını dəyişməz o vaxta qədər ki, o cəmaat öz halını dəyişsinlər.
söhbəti çox uzatmayım. 2 dənə misal çəkim halı dəyişənlərdən. 2 dənə misal çəkim halı dəyişənlərdən. İmam mürşidi kamildir. İmam kamil yol göstərəndir. Başqa yol göstərənlər ola bilər, yolu səhv göstərsinlər. Amma imam yolu səhv göstərməz. İmam tək-tək çağırır. Tək-tək çağırır. Elə bilirsiniz ki, bu məclisə gəlməyənləri imam çağırmayıb, imam çağırıb, onlar gəlməyiblər. Çağırıb onlar da. Məsələn, elə deyir ki, bizi istəyib, Allah hidayət edib, onları istəməyib də. Yox, onları da çağırıb Allah. Onlar çağırışa cavab verməyiblər. Onları da çağırıb imam, onlar çağırışa cavab verməyiblər. Əbdürrəhman adında bir şəxs vardı. İmam Hüseyin əleyhissalamın karvanı ilə bərabər gedən neçə karvan var idi. Onlardan biri Əbdürrəhman idi. İmam xəbər göndərir onun üçün ki, qoşul bizə. O adam nə deyir imama? Deyir, mənim bərk qaçan atım var və bir möhkəm qılıncım var, imama buyurur. Amma özüm gəlmirəm. İmam buyurur ki, mənə at lazım deyil, mənə qılınc lazım deyil, mən sənin özünü çağırıram. Bu bir. İkinci misalım Züheyrdəndir. Züheyr İbn Qeyn. İndi mən insanın nə qədər dəyişməsindən danışıram. Mən bu İmam Əlinin hədisini xutbələrdə çox-çox deyirəm və Allah Taala'dan özüm üçün və bütün əzizlər üçün, siz üçün dua edirəm ki, Allah Taala bizi bu haqq yolda sırat-əl müstəqimdə sabit qədəm eləsin. Bilirsiniz nə qədər adamlar olub, Əhl-i Beytin qapısında olublar, sonra yollarını dəyişiblər. Yollarını dəyişiblər. Günlərin birində bir nəfər məndən soruşdu, tanınmış adamlardan biridir. Məndən soruşdu ki, bu imamları nə üçün tək qoyublar? Məsələn, İmam Hüseynin Kərbəlada 72 nəfər olub. İndi, məsələn, sonra da əlavə qoşulanlar olub, 100 neçə nəfər olub. İndi məşhur budur cəmaatın dilindəki 72 nəfər. Nə üçün bu qədər adam? Bir qorxu olub cəmaatın qəlbində, bu bir. Cəmaat qorxub Yeziddən. Çünki Yezid belə bir iş görüb, belə bir gedişat eləyib ki, cəmaatın qəlbində özünə qarşı qorxu yaradıb. Cəmaat qorxub Yeziddən. Ona görə İmam Hüseynə qoşulmayıb. Bu bir. İkinci məsələ bu idi ki, imamların yanında olan insanları pulla alırdı. Pulla alırdı. Məsələn, Şimr ibn Zilcavşən vaxtı ikən İmam Əli əleyhissalamın qoşununda olanlardan olub. Daha sonra İmam Həsənlə birlikdə olanlardan olub. Sonra İmam Hüseynin başını kəsənlərdən olub. Görün, hardan gəldi adam? Kəm min səidin xutimə bişşəqavə. Nə qədər xoşbəxt adamlar olub ki, axırları bədbəxtçiliklə nəticələnib. Ona görə heç kəs özünə güvənməsin. Heç kəs mənəm deməsin. Şeytan o qədər adamların çiynini vurub yerə. Şeytan o qədər mənəm deyənlərin çiynini vurub yerə. Şeytan o qədər adamları rüsvay eləyib, biyabır eləyib. Abrını aradan aparıb. Heç kəs mənəm deməsin. Kəm min şəqiyyin. Nə qədər bədbəxt adamlar olub. Kəm min şəqiyyin xutimə bis səadə. Axırları səadətlə başa çatıb. Züheyr ibn Qeyn Siffeyn döyüşündə İmam Əli əleyhissalamla müharibə edir. İmam Əli əleyhissalama qarşı çıxanlardandır. Züheyr ibn Qeyn odur. Həcdən qayıdır. Karvanı İmam Hüseynin karvanı ilə bərabər gedir. Züheyrin.
İmam Züheyr üçün xəbər göndərir. Hansı ki, atası ilə düşmənçilik eləyib, Züheyr müharibədə iştirak eləyib, İmam Əliyə qarşı tanınmış şəxsdir. Züheyr üçün xəbər göndərir. Züheyr deyir ki, mən İmam Hüseynin yanına getmirəm. Mən İmam Hüseynin yanına getmirəm. Yoldaşı soruşur, Züheyrin yoldaşı, həyat yoldaşı soruşur ki, kim idi bu elçi? Dedi, elçi Hüseyn ibn Əli tərəfindən idi və İmam Hüseynin tərəf çağırırdı məni, mən də getmədim. Dedi ki, sən gedib heç olmasa bir danışardın, gör nə istəyir İmam Hüseyn. Züheyr gedir, bu yoldaşının sözünə qulaq asır, gedir. Bəzən qadın, həyat yoldaşı, insanın hidayət olma vasitəsidir. Və gedir, tarixdə yazırlar, məsələn, imam kimi ilə danışdı, nə danışdı, necə danışdı. Belə sözlər var, oxuyacağıq siz üçün inşallah məclislərimiz var. Züheyrlə İmam Hüseyn əleyhissalam təkbətək söhbət edib. Təkbətək söhbət edib. Tarixdə heç yerdə yoxdur. İmam ona nə deyib? Heç yerdə yoxdur. Çıxandan sonra İmam Hüseyn əleyhissalamın xeyməsindən həyat yoldaşına deyir ki, mən Hüseynə qoşuluram. Və buradan da sənin təlaqı verirəm, boşayıram səni, get sən öz həyatını yaşa, mən də Hüseynlə birlikdəyəm. Yoldaşı da çox gözəl söz deyir. Deyir, sən haradasan, elə mən də oradayam. O da qoşulur xanımlara, hansı ki İmam Hüseyn əleyhissalamla birlikdə idi o xanımlar. Görürsünüz, adam necə dəyişir. Yəni, Əhl-i Beytdə belə bir xüsusiyyət var. Dəyişdirir adamı. Müsbət mənada dəyişdirir adamı. O insanlardan biri də Hürdür. Hür, həmin şəxsdir ki, İmam Hüseyn əleyhissalamın Kərbəlaya gəlməsinə səbəb olub. Kərbəlaya gəlməsinə səbəb olub bu mənada ki, imamın Kufəyə getmək üçün yolun bağlayır, Mədinəyə qayıtmaq üçün yolun bağlayır və yeganə yol İmam Hüseyn əleyhissalam üçün Kərbəlaya qalır. İmam ona deyir ki, ey Hür, çəkil yoldan. Hətta imam ona bir təsirli söz də deyir. Səkələtükə ummuk. Anan yasına otursun sənin. Ərəblər içərisində bu çox təsirli sözdür, çox ağır sözdür. Hür bilirsiniz nə deyir? Deyir ki, ey Hüseyn, hər kəs ki bu sözü mənə desəydi, mütləq şəkildə cavabını alardı. Sənin anan ki Fatimə-i Zəhradır, mən ona bir söz deyə bilmərəm. Hür bu cür deyir. Namaz vaxtıdır, cəmaat namazıdır. İmam Hüseyn əleyhissalam deyir ki, Hürrə ki, ey Hür, sən deyən imam cəmaat, biz sənə iqtida edək. Hür deyir, yox. Sən deyən imam cəmaat, biz sənə iqtida edək. İmamı iqtida edirlər, namaz qılırlar. Aralarında İmam Hüseynlə çox məsafə olmur. Vaxt, zaman gəlib çatır o həmin Aşura ərəfəsinə. Bəzi rəvayətlər də var, Hür yatır, yuxuda anasını görür, anası ona xəbər verir ki, sən nə edirsən? Bəzi rəvayətlər tarixdə bu cür göstərir ki, Hür deyir, özümü iki yolun arasında görürəm. Cənnət və cəhənnəmin arasında görürəm. Hürrə deyirlər ki, sən böyük sərkərdəsən. Hüseynin dəstəsi az bir dəstədir. Biz gör neçə min qoşundan ibarətik. Hüseyn burada bizə nə edə bilər? Nədən narahatsan? Nədən qorxursan? Hür deyir ki, qorxmuram. Və tarixdə bu cür yazılar ki, Hür, oğlu və onun qulamı.
həmin İmam Hüseyn əleyhissalama tərəf gələnlərdəndir. Özü də çox bir acizanə şəkildə, təvazökarcasına xəbər verirlər İmam Hüseyn əleyhissalama ki, hür bizə tərəf gəlir. İmam Hüseyn əleyhissalam buyurur ki, qoy gəlsin. Hür deyir İmam Hüseyn əleyhissalama ki, ey Hüseyn, sizin Kərbəlaya gəlməyinizə səbəb mən olmuşam. Görürsən, mən tövbə eləsəm, Allah mənim tövbəmi qəbul eləyər. Deyir, döyüş paltarının tərsinə giyinib, belə bir halını da vəsf eləyirlər. İmam Hüseyn əleyhissalam buyurur ki, bəli, Allah sənin tövbəvi qəbul edər. Belə olan halda hür İmam Hüseyn əleyhissalamın ayaqları altına düşür və hətta Kərbəlada şəhid olanlar sırasında ilk şəhidlər içərisində hürün şəhid olmasını qeyd edirlər. Bax, halı insanın bu cür dəyişir. İmam Hüseyn əleyhissalam insanı bax, bu cürünə dəyişdirir. Və bu günləri bizim əziz şəhidimiz Seyid Mübariz İbrahimovun şəhid olduğu gündür. Allah Teala onun ruhunu şad etsin, onun məkanını Kərbəla şəhidləri ilə birlikdə qərar versin. Və mən qeyd etmək istəyirəm ki, Allah Teala inşallah bizim cavanlarımızı həmin əziz şəhidimiz Mübariz kimi qeyrətli, elə mübariz qərar versin və milli qəhrəman, tarixdə böyük bir, Azərbaycan tarixində böyük bir iz salmış. Nəinki Azərbaycan tarixində, bəlkə mən deyərdim ki, Türk dünyasında böyük bir iş görmüş şəxsdir. Və Mübariz İbrahimov həqiqətən bizim fəxrimizdir, seyidimizdir, şəhidimizdir və anasına olan məktubunda İmam Hüseyn əleyhissalam kimi mən şəhadət yolunu seçirəm, xüsusi olaraq vurğulaması bu günləri bizim milli, mənəvi dəyərlərimizin yaşamasına əlbəttə ki, ən başlıca səbəblərdən biridir. Və mən istəyirəm ki, bir xatırlatma edim sizin üçün. Bildiyiniz kimi, az yaşlı uşaqların bu həmin məclislərdə iştirakına icazə verilmir. Əlbəttə ki, bura mənim evim deyil, bu məscid mənim məscidim deyil, bu məclis mənim məclisim deyil. Sadəcə mən bunun xəbərdarlıq olaraq qeyd etmək istəyirəm ki, əlavə problemlər yaranmasın. Və inşallah ki, qoy onlar böyüsünlər. İmam Hüseyn əleyhissalam kimi, Həzrət Əbülfəzl Abbas kimi, Əli Əkbər kimi vətənini, torpağını, elini, obasını sevən mərd, qəhrəman, şücaətli şəxslərdən, gənclərdən Allah Teala qərar versin. Bəzən biz narahat oluruq, amma mən onu qeyd eləmək istəyirəm ki, 70 il Sovet dövründə uşaqlara icazə vermədilər. Amma bu günləri həmin uşaqlar bu məsciddə İmam Hüseyn əleyhissalam üçün sinə vururlar, əzadarlıq edirlər. Siz buna görə narahat olmayın ki, uşaqlar gəlməsələr, bu həmin Kərbəla hadisəsi itər, İmam Hüseynin məclisi gedər. Yox, bu məclisin sahibi var, bu məclisi qoruyan var, bugünə kimi çatdıran, bugündən sonra da çatdırar inşallah. Allah Teala sizlərə, bizlərə, bütün arzu eləyənlərə Kərbəla ziyarəti, inşallah Ərbəyin ziyarəti nəsib eləsin. Allaha and veririk. Öz böyüklüyü xatirinə Allah Teala inşallah Kərbəla şəhidləri hörmətinə qəlbimizdən keçən gizli, aşkar dualarımızı qəbul etsin. Allah Teala şəhidlərimizin məqamını Kərbəla şəhidlərimizlə birlikdə qərar versin. Allah Teala qazilərimizə səbir, şəfa inayət etsin.
Allah Taala bütün xəstələrə, xüsusən nəzərdə olan xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala inşallah hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı, elimizi, obamızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala xalqımızı, dinimizi xain düşmənlərdən hifz eləsin. Allah Taaladan duamız budur ki, bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala inşallah zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala İmam Zaman əleyhissalamın zuhuru ilə qəlbimizə sevinc, fərəh bəxş etsin. Allah Taala inşallah bu məclisdə iştirak edən hər bir kəsin qəlbindən keçən nə hacəti var, nə duası var, Həzrəti Əbülfəzl Əl-Abbas Babəl-Həvaic hörmətinə dərəcəyi qəbulu yetirsin. İnşallah dualarımızın qəbul olmasına xatir, İnşallah İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirlərinin ruhuna, vətən uğrunda şəhid olanların ruhuna 3 dəfə hədiyyə olaraq və Kumeyl duası oxunacaq, hər kəsin vaxtı varsa iştirak edə bilər. İnşallah ki, 3 dəfə salavat zikr edək.